Yol ver nişanı 2.4 nömrəli nişandır. Tələbi isə adından da məlum olduğu kimi yol verməkdir. Yəni trayektoriyamız kəsişərsə, trayektoriyamız kəsişən nəqliyyat vasitələrinə yol verməliyik. Biz indi hərəkətimizi düz davam etdirəcəyik. Burada soldan yaxınlaşan nəqliyyat vasitələri olur. Soldan yaxınlaşan nəqliyyat vasitələri yaxında olarsa, yəni biz hərəkətimizi davam etdirməklə onlara mane olarıqsa, o halda bəli, soldan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməliyik. Və biraz irəliyə baxsan, görərsən ki, orada, yəni növbəti kəsişmədə stop nişanı tətbiq olunub. Görə bilirsən? Yaxınlaşdıqda lap da dəqiq görüntü əldə edəcəyik. Yaxşı, bəs səbəb nədir? Bəzi kəsişmələrdə yol ver nişanı tətbiq olunur, bəzi kəsişmələrdə isə stop nişanı tətbiq olunur. Stop nişanının tələbi tam fərqlidir. Stop nişanının tələbi tam olaraq dayanmaqdır. Yəni dayanmadan keçmək qadağandır. Niyə o kəsişmədə stop nişanı tətbiq olunur? Yəni tam dayanmağımız tələb olunur. Burada isə yol verməyimiz, yəni tam dayanmaq məcburiyyətində deyilik. Əgər gələn yoxdursa, birbaşa hərəkətimizi davam etdirə bilərik. Məsələ ondan ibarətdir ki, Amin, o kəsişmələrdə yol ver nişanı tətbiq olunur ki, o kəsişmələrdə görüntü məhdudiyyəti yoxdur. Yəni, sən düz hərəkətini davam etdirəcəyin təqdirdə soldan yaxınlaşan nəqliyyat vasitələrini rahatlıqla görə bilirsən. Və lüzum yoxdursa dayanmırsan, gedirsən. Əgər ehtiyac varsa, bəli, yol verirsən. Ancaq stop nişanı o kəsişmələrdə tətbiq olunur ki, orada görüntü məhduddur. Yəni, sən o daxil olduğun yol ayrıcında olan nəqliyyat vasitələrini görməkdə çətinlik çəkirsən və buna görə də tam şəkildə dayanmalı, baxmalı, gələnin, gedənin olmadığına əmin olduqdan sonra hərəkətini davam etdirməlisən. Aydın oldu mu bu nişanların fərqi? Nişanların tələb fərqi hamımıza məlumdur. Ancaq bu nişanların tətbiq olunduğu yerlərin fərqli olması bizdə çaşqınlıq yaradır. Beynimizdə sual yaradır ki, yenə də deyirəm, səbəb nədir? Elə burada qoyardılar, misal üçün, stop nişanı və yaxud da o qarşıda da qoyardılar yol ver nişanı, maşın yoxdursa dayanmadan keçərdim. Sən orada 2 kəsişmə keçəcəksən. Burada bir tək soldan gələnlərə yol verib düz davam edəcəksən. Ancaq orada 2 kəsişmə var. 2 kəsişmə keçəcəksən və də sol tərəfdə, indi buradan daha rahat görünmür, sol tərəfdə bina var. O bina görüntünü məhdudlaşdırır. İndi qoyaq D rejiminə. Sağa dönmə siqnalımızı yandırırıq. Baxaq, kimsə yoxdur ki. Sürətimizi artıraraq davam edirik. Zolaqla hərəkət edək. Yoxdur ki, gələn. Var. Yol veririk və davam edirik. Sağdan gələnlər bizə yol verir burada. Çünki onlar üçün stop nişanı var. Amma görsən, dayanmadan gedirlər. İndi bir balaca sağa meyllənək. Burada isə görürsənmi, stop nişanı var. Və sol tərəfdə də görüntünü məhdudlaşdırır bina. Biz indidən görə bilmirik oradan gələn var, yoxsa yox. Buna görə də tam dayanmalıyıq. Ancaq burada yavaşca dayanaq. Burada sənə bunları da izah edeyim. Bax, stop nişanı 2.5 nömrəli nişandır. Tələbi isə tam olaraq dayanmaqdır. Bayaq izah elədim. Ancaq harada dayanmalıyıq? Əgər yerdə stop xətti tətbiq olunubsa, stop xəttində dayanmalıyıq. Yox, əgər stop xətti yoxdursa, kəsişmə nöqtəsində dayanırıq. Yəni, bizim hərəkət etdiyimiz yolla soldan birləşən gələn yolun birləşməsində. Yəni, o ağ avtomobil ki, dayanıb orada, hansı ki, orada dayanmaq olmaz. Çünki qayda deyir ki, kəsişmələrdən, piyada keçidlərindən 5 metr əvvəl, 5 metr sonra dayanmağa icazə verilir. İşimiz o deyil. Yəni, o avtomobillə paralel dayanmalıyıq. Və bu yol ayrıcını hansı şəkildə keçməliyik, Amin? Stop nişanının tələbini yerinə yetirərək tam şəkildə dayanmalı, qaydaya uyğun izah edirəm sənə. Daha sonra ilk kəsişməni, yəni soldan gələnlərə yol verməliyik. Çünki stop nişanının altında tətbiq olunmuş, bax o qara qalın xət ki var ha.
O baş yolun istiqamətini göstərir. Nazik xətlər isə ikinci dərəcəli yoldan xəbər verir. Deməli, biz də ikinci dərəcəli yoldan əsas yola daxil oluruq. Sağdan yaxınlaşan nəqliyyat vasitələrdə. Soldan gələnlər isə əsas yoldadır. Deməli, tam şəkildə dayanacaq, soldan gələn nəqliyyat vasitələrinə yol verəcək, ilk kəsişməni düz keçəcək, daha sonra sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verib, sonra hərəkətimizi düz davam etdirməliyik. Bu qaydanın tələbidir. Niyə? Çünki sağdan yaxınlaşan nəqliyyat vasitələri ikinci dərəcəli yoldan əsas yola daxil olur, biz də. Deməli, bizimlə sağdan yaxınlaşan nəqliyyat vasitələrinin kəsişmə nöqtəsi necə yol olur? Eyni əhəmiyyətli yolların kəsişməsi. Eyni əhəmiyyətli yolların kəsişməsində isə sağdan yaxınlaşan nəqliyyat vasitələri üstünlüyə malikdir. Bu səbəbdən biz onlara yol verməliyik. Ancaq sağdan yaxınlaşan nəqliyyat vasitələri üçün də bizə tətbiq olunmuş nişanlar tətbiq olunub bir tək fərqlə. Onlara stop nişanı yox, yol ver nişanı tətbiq olunub. Onlar da baş yolun istiqaməti ilə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Hər kəsə yox. Ancaq onlar o yol ver nişanını görür, elə başa düşürlər ki, onlar trayektoriyası kəsişən hər kəsə, o cümlədən bizə də yol verməlidirlər. Və bu səbəbdən dolayı onlar dayanır. Yəni buna görə, bax görsən, ağ avtomobil dayandı. Buna görə burada yanlış vərdişlər formalaşır və biz öz təhlükəsizliyimizi təmin etmək üçün məcburuq ki, yanlış formalaşmış vərdişlərə uyğun hərəkət edək. Bu arada aşağıda görsən göy fonda istiqamət göstərilir. Düz və yaxud da sağa. Sola hərəkət edə bilmərik, çünki orada giriş qadağandır nişanı var. Ancaq bu göy fonda olan nişan ki var, bu ilk kəsişmədə qüvvədədir. Növbəti kəsişmədə qüvvəsini itirir. Əgər təkrar quraşdırılmayıbsa, biz ilk kəsişmədə bəli, düz getməliyik. Ancaq növbəti kəsişmədən sola dönə bilərik, əgər təkrar quraşdırılmayıbsa. Və təkrar quraşdırılmayıb da gördüyün kimi, düzü. İndi bax o qırmızı rəngli avtomobilə. O sola dönür, dönməklə də heç bir qaydanı pozmur. Ancaq bax, heç birisi tam şəkildə bir dənə bu dayandı. O da məcburiyyətdir. İndi buyur. Sola dönmə siqnalını yandır. Yox, sola dönmə siqnalını yandır. Qaz verməyə tələsmə Amin. Bax, gələn yoxdur ki. Buyur, davam elə. Manevrə başlamazdan öncə dönmə siqnalını yandırmalısan. Söndür dönmə siqnalını. Bir qədər get qabağa. Hələ burada yox, biraz da get. Burada tam şəkildə dayan. Yoxdur ki, gələn. İndi davam elə. Sağa bax. Görsən, dayanıb bizə yol verir. Ancaq hansı ki bizə yol verməli deyil? Piyada. Piyada. Diqqətli ol. Bir yerə baxanda digər məqamlar diqqətindən yayınmasın. Və bu zolaqla da hərəkətimizi düz davam etdiririk. İzah elədiyim yol ayrıclarının keçilmə qaydası, nişanların tələbi sənə aydın oldu mu Amin? Bəli. Aydın olmadısa, qarşıdan dönərək təkrar bu yolu gəlib, təkrar izah edə bilərəm. Tam şəkildə mənimsədinmi? Bəli. Davam elə.